Bir çox insan elə bilir ki, sürətli formada fırçalayanda rəngi daha ağ olacaq və bütün o diş aralarında dolmuş bütün qidalar falan artıq dişdən çıxacaq. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə dişlər necə fırçalanmalıdır? İndiyə kimi insanlar səhv bilirlər? Çox təəssüf, siz dediyiniz formada yayılmışdı. Normalda pasientlərə düzgün fırçalamağı məsləhət görürük, öyrədirik. Mən ümumiyyətlə qəbul zamanı da pasientlərə bunu tövsiyə edirəm və göstərirəm. Sərt fırçalama qətiyyən tövsiyə olunmur. Bu dişin minasını, ən çox da boyun nahiyəsində qalıcı defektlər yaradır. Biz buna faza bənzər qüsur deyirik və həmin nahiyədə başlayır həssaslıq artmağa, defekt böyüməyə və kariesin yaranmasına gətirib çıxardır. Pasientlər elə fikirləşir ki, sərt fırçalamaqla onlar daha yaxşı nəticə əldə edəcəklər, amma bu çox yanlış bir fikirdir. Normalda dişləri dairəvi saat istiqamətində fırçalamaq lazımdır və pastanın belə burada önəmi yoxdur. Düzgün şəkildə fırçalasanız kifayət eləyir. Bir də məsələn evdə bu köhnə nənələrimizdən, babalarımızdan gələn bir adət var ki, dişləri məhz soda və duzlu su kimi evdə hazırlanan bu məhlullarla ağzı ümumiyyətlə qarqara etmək. Bu nə dərəcədə dişlərin bəyazlığı və sağlamlığı üçün önəmlidir, yoxsa bir mifdir? Bu çox yayılmış, yanlış bir mifdir. Çünki bu istifadə olunan üsullar minanın daha çox zədələnməsinə gətirib çıxardır. Ola bilər ki, həmin an effekt təsir göstərmiş görsənə bilər, amma bu qalıcı defektin yaranmağına, uzun müddətli defektin yaranmağına səbəb ola bilər.